İzləyicilər, hər vaxtınız xeyir. Bu günləri sizə bazarda olmayan, belə bir gözəl, 4 tərəfi cüt daşla tikilmiş bir ev çəkisi sizə təqdim edirəm. Evimiz yerləşir Xırdalan şəhərində, 2-ci Abbaq yaşayış kompleksində. Evin içərisindən koridor hissəsindən başlayıram çəkilişə. Bu koridor hissəsidir, belə bir geniş. Evimiz 130 kvadrat evin özüdür. Burada hamam otağıdır. Böyle bir hamam otağı var. Burada ise ayak yoldur. Addellidir. Ayak yolu hamam addelli. Gör ne güzel yaraşıklı evdir. Burada ise sağda sanki buna uşaq otağı deyirlər, ama uşaq otağı demək olmaz. Böyük bir otaqdır. Pəncərələri birbaşa evin həyətinə baxır. Maneəsizdir. Kombisi var, mətbəx mebeli var. Burada ise sağda belə bir qonaq otağıdır. Pəncərəsi, 2 pəncərəsi var, birbaşa həyətə baxır pəncərələri. Burada ise 3-cü yataq otağıdır. Otaq demək olmaz, bütün otaqlar hamısı zaldır. Demək olar zaldır. Pəncərəsi arxa evin həyətinə baxır. Həyəti var arxada. Yenə qeyd edirəm, Xırdalan şəhərində Abbaq yaşayış kompleksində yerləşir ev. Burada isə mətbəxdir. Mətbəxdə fikir verirsiniz, böyük bir otaq demək olar. Heç belə geniş otaqlar mən görməmişdim. Birinci dəfədir gördüm. Qoşa daşdır. Mətbəx mebeli var. Ev yaşayışda olub, çıxarılıb satışa. Ev 130 kvadrat şəxsən tək evin özüdür. İndi isə həyətinə çıx. Kürsülüdür. Və belə bir həyəti var. 3 sotun içində yerləşir. 3 sotun içində yerləşir ev. Burada isə kombi otağıdır. Kombi otağından evin arxasına keçid var. Burada belə bir kombi otağıdır. Kombisi. Evin arxa hissəsinə keçid var. Ev yine qeyd edirəm, 3 sotun içində 130 kvadrat evin özüdür. Padvalı var. Padvalı böyük bir otaq kimidir. Padvalına polunu girib gəzmək olur. Bu padvalıdır, belə görüm ışığı var burada bunun. Işığı sönlüdür. Böyük bir otaqdır belə. Burada ise evin böyrünə keçsən, böyrü boşdur. Palm ağacı var həyətdə. Evimizin qiyməti 115.000 manata deyilir. Kim istəsə zəng eləyib əlaqə saxlaya bilər. Sağ olun, Allah'a emanet.